Tənliklər sistemi mövzusundan qəbula düşmüş maraqlı bir sualın həllinə baxaq. Bu tənliklər sistemini həll etmək üçün ikinci bərabərlikdə kök altında x, y ifadəsini sağ tərəfə keçirdib yazaq. X üstəgəl y bərabərdir 5 çıxılsın kök altında x, y. Sonra hər tərəfi kvadrata yüksəldək. Daha sonra x, y ifadəsini sol tərəfə keçirdib yazaq. X kvadratı üstəgəl x, y üstəgəl y kvadratı bərabərdir 25 çıxılsın 10 kök altında x, y. Sol tərəfdəki ifadə birinci tənliyin sol tərəfinə bərabərdir. Onda sağ tərəfdəki ifadəni də 15-ə bərabər eləyib yazmaq olar. 25 çıxılsın 10 kök altında x, y bərabərdir 15. 10 kök altında x, y bərabərdir 10-a. Hər tərəfi 10-a bölürük. X, y bərabər olur 1-ə. Doğru cavab A variantı.